PK'da ne kadar kazan? Olur da. Bir bəyək gəldi Melis xanım Allah canı sağ olsun. Gördün nələr atır? Tırmı bəy. Burada bəyək nələr atır? Hiç sevənlərim atır da. Bir de reklam olur. Gedib reklam edirsən. Nə bilim biri zəh vurur ki müğənnidir. Təzə müğənni olmuşam. Mahnıma TikTok çək. Hörmət eləyir. Olur da. Mən bundan da qabaq elə TikTok'da olmayanda poçt işləyirdim. Azın çoxunu saxlayırdım özümü. Heç kimə möhtac olmamışam. Yəni knopkası. Mesela bir tane ki poçt işləmişəm. Ben ağırmışam, işe düzəlmişəm. Poçta diplomsuz götürürlər adam işe. Gedib imtihan verirsən Bakıda. Poçta nə işləyir, paylayırsan. Mən heç də paylamamışam poçta. Poçta əməliyyatçı işləmişəm. Birincisi, ondan sonra da işimi yaxşı qaydasına aparandan sonra müdürüm məni vəzifəmi artırdı. Şöbə rəisi elədi, şöbə müdürü qoydu. Sənə gələn şükür etsin ki, bolluq içində olacaq. Və nə? Hamınızın evinizdə bir gün yemək olmayanda, kimin evində bir gün yemək olmayanda burnunuzu sallayın. Mənim göməyim bunu burnunuzu sallayın ki, kimsə evində yemək olmayanda da burnunuzu sallayın. Bak bir dəqiqə açmışım. Görən yiyeyim, yeməyim, yiyeyim, yeməyim. Allah'a qaşmışım. Bak Kur'an'ı pendirimi qutarır. Tapmam yeməyə. Kur'an haqqıyla açmışım nətər. Yumurta yiyənmərəm, pendirimi qutarır. Ne yiyeyim abi? Bu dəqiqə yiyip açın. Sən yeksən baxa bilməyəcək. Kalpa. Var. Allah haqqı var. Seni götürmez. Sağ olayım bəyə quş. Mangal üstü de kalpa salmışam. Kız vardı kim yediyse. Rivajmışam bir iki şey koymalısın. Bəli. Her ne olsun Cəzən Gel adı verirsiniz. Her ne olsun. Sözünü sən yiyəcəm. Mən bir yeməyi yeni vaxtda yiyəm bunları. Bəli. Bəli. Salam babuş. Salam. Sen anlattın. Sürekli. Sen yemek yiyende insanın iştahı açılır. Biz seni çok seviyoruz. Allah'a andolsun. Allah'a andolsun. Çok zahmetkeşim. İnsut kurtarmışım. 51-52 yaşım var. Hiç o yaşı vermezsen. Sadece var her gün sana bakırım. Yani seni çok seviyoruz. İnanın ki 51-52 yaşında soxuşuyor. Yok. Bu nömrənin WhatsApp'ı var sende. Onda ben sana bir tane salam yazarım da. Şeklim bak. İndiki şeklim oradadır. Bakarsan. Bir tane oğlum vardı. Oğlunla danışır qədəsi yaxşı. Hərdən bir danışır. Oğlumu evləndirmişəm də. Hamısını özüm eləmişəm. Allah kömək olsun. İşte durum deyəm baxıyor. Aşıqın da çıxanlar nerə şeylərə sorulan aşıqın da. Yəni mənim dediyim nədir? Dediyim o da ki, ürəyin istəyirsə ye yine. Biz səni həqiqətən sənə hörmət deyirik, səni sevirik də və belə. Sevməyin Berlinin yazısın. Belə. İşte durun benim bir dənə əyri kalpasam var. Gətirim onu doğrayam. Bir iki dənə əllərini qoyma ağzıma da. Mən yiyəcəm, sən də yiyəcəksən. Yok, ben bir 10 belge bundan kapatıp yemişim. Dediğim oldu ki, ben her ligde geçensin, maşallah olsun. Hiç. Oldu. Oldu. Oldu, sağ ol. Ben sağ ol. Tuz kolpasa ye. Yo əyridir. Bəli. Bəli. Akşamı kayda boş. Axşamınız xeyir. Olacak. Şükür. Durun əyri kolpasa ye. Abi senden bir şey sayfırayım. Sen şampuanı gösterdin, ne kara. Kıldırın şıldırısı. Yok. Kratka tipinde olan. Ne? Kratka dediniz, kara kratka. Qaraldıcı şampun, Ay sen onu necə istifadə edirsən babuş? Ne? Əlinə giyirsən kloku. Dönün Əlinə giyirsən kloku. Şampunu da çıxardırsan, belə bu boydadır. Üstündən başından basırsan, pıskırır. Başına basanda pıskırır əlinin içindən. Əlinə böyle götürsən, bir yaxırsan başına. Gizdir suyun altına. Şampun da, şampunu başına tökürsən, başı. Tökürsən, belə edirsən. Kuf qara, Saklamışsan da yani. Doğrusu qaraldı şampunda başınızı qaraldır da. Bildi mi? Adi şampun kimi istifadə edib, oradan da akıdırsan. Axıdırsın, qutarır gedir. Bir dəqiqə kukarsın başında. Neyse ki başın ağarır. Çok da yaşında.
Klaska qoydun, sən necə ki şampunu? Çox ağırdı deyil. Elə bir həftədən bir dibləri çıxır. Nasıl çatdırma olmur. Hə, hiç nə var ağırdan, orada da bir güzel. Oldu, çörəyi çok sağ ol. Kaska qoysan da xına qoymursan de. Bəli. Bəli. Salam arkadaş. Salam. Babacığım reklama gelsen mağazalara butiki. Butike, nə butikidir? Giyim butiki. Qadın, kişi. Kadın. Hə, gəlirəm. Yine bir mukavelen işleysen. Müqavilə. Maaş verəcəksiniz mənə? Ben. Hə, nə qədər verəcəksən? 1500-2000 arası. Eləyəcəm uğurlu qapılar, hə, bu qutarsın. Neçə? 1500-2000 arası. Mən Bakıda yaşamalıyam onda. Yani belediğimde mağazalarda indi orada anlatacağım malları tekbir yasında belediğimde. 1500-2000 arası. Mən onda da gəl Bakıda qalmalıyam axı, qardaş. Bakıda yani bizim filiyalar Sumqayıtdadır. Lazım olsa hadi bir tane teşkil Və ev təşkil edirsən, onun mənim yeməyim var, qazım, suyum, işığım, kiranı, qazandığımı verim ora. O kiran mənə neçə olacaq, ən aşağısı 500-600 manat olacaq. Getdim 600 manat kiriyə. Ben bunun qazı, işığı. İndi bəs gör nə deyirəm də, başqa işlər də olacaq da, tək o işlər ki, məsələn, başqasını da girib reklam edirsən, orada da pul qazanırsan da. İndi bu məsləhət edəm, indi baxıcı bürəsən, yəni mən demirəm ki, gör işte, yəni ki, elə canlıda bıraxdım sizə, dinin reklamla bağlı müraciət edin, ona görə yedim sizə. Yazırlar ki, izləyəcəm, murtdaşır bu. Yox, estağfurullah, murtdaşır, yəni mağazadır, şəbəkədir, yəni istəsən, yaxınlarda Bakıya gələklər inşallah. İstəsən Bakıya gələndə söhbət edəyəm, Bakıda filial var. Mağazan orada Sumqayıtda reklam edəcəm, maaşındakı hər ay verir. Hə, üçünə gələndə məni yığın onda, nömrəmi yaddaşa vururum. Mən canlıqı göstərəcəm. Sən malları sadəcə təşrif edirsən, geyinməsən, xeyir. Canla satan öz səhvəndə. Öz səhvəndə can məndə dama çox oldu, ona görə deyir canlar. Bəli, öz səhvəndə açdığına görə dərsizə, bizim səhvəmiz aktivliyorda biləcək. İnşallah aynı səs gələrsən Bakıya. Ayın hafta bir 5 günəcədə oradayım. İşte, gəlir. Səbərilə danışa söhbət edək. İnsanlar işləyək. Yaxşı. Oldu, yaxşı. Sağ ol, teşekkür. Sağ ol. Все. Alo. Salam aleyküm. Necəsən baba? Telefon səsini al görüm. Ha, yaxşı. O işe pelikola zəng eləmişdi. Mən kim nəzərləmiş, mən insan səsini tuturum. Mən oxumuş adamam. Sən mənlə murtdaşırsan, ay, mən də sənlə murtdaşırım. Səndən qolundan çəkinmirəm. Bəli. Nə var sən boş olsun. Yəni mən sənə nəsə dedim ya məqbul. Sən mənə nəsə deyəsən, cavabını da alacaqsan. Rahatsız ol. Nə qoyacağım mən sənə işlədim. Mənə baxır. Mən sənə izləyəcəm. Mən sənə etməsin deyirəm. Murtdaşmaq kimi danışırsan, o. Murtdaşmaq kimi danışırsan, mənim xoşuma gəlmir. Yəni nədən niyə? Yox, yaxşı necə deyim sənə? Necə deyim? Başqa nə deyim? Deməz, daha ev tutaq ki mənə. İndi tutaq ki mən sənə zəng eləm. Aç telefonu, den alo. Alo de. Alo. Salam aleyküm. Salam aleyküm. Baboşlu danışan. Baboş deyil, Nizamidir.
Nizamidir. Salam qardaş. Mən sizinlə canınıza gördüm kütləniz adınız var. Reklamla bağlı sizə zəng eləmişəm. Bax, belə danışır edir ki, siz nədir görün muhtaçmaq kimidir? Və salam. Öyle bir şey siz ben reklam için zannediyorsunuz. Dedim ben size sağlıyorum. Görün ne geçin daha şansıyla. Buyurun, değiştirəm. Almış olsun hadi o. Əyri qalpasa. Əyri qalpasa düzü yiyemiyoruz ama her şey gibi ha. Düzü yox, əyrisi tatlı olur. Əyri tatlı olur. Noş olsun. Bak. Sen hayvana bakanda her göte iştahım atılır. Ciddi değilim. Köşede yemeği var, ciddi değilim. Noş olsun. Sağ ol. Hadi sanatsız insanı bu boş. Qalpasadır. Hadi de sağlık. Qalpasadır. Sen kardeş muhtaçmağa bana reklamla bağlı. Ben muhtaçma... Sen ben muhtaçım tutursan. Muhtaçına zayıfırmışsan. Ben muhtaçım da öyle kardeş. Muhtaçım sen beni muhtaçım edirsən. Muhtaçım da... Çile! Danışına bak ya sıkılım ağzımı da açam. Sesim durmadı yatma ha. Son da turkuzdum. Bəli. Alo, salam. Salam. Bak, sizden danışan kumarsa bir nastasıyam. Manikür profesyonelsiz, yani reklamla bağlı göndermişim. Nizamolda 3. məclis akademi seçdiyirəm. Vardadır. Bu spikerinin yanıma reklam elədim. Çok sevinərəm. Hürmətinə eləyəcəm təbii ki. Mən gəlim sizin yanınıza hürmətimlə eləyəsiniz. Nə əyləşəm orada xanım? Manikür eləyim də, teşkil eləyim dırnaqlarınızı. Sadəcə manikür. Olur da olanlar gəlir eləsiniz. Yox, mənim adıma söz çıxar. Niyə olanlar eləsirlər? Ayaq dırnağımı istəyərəm. Olar, buyurun, gəl. Bakiyatdan gələcək. Neyse az yok ortalaşmaz. Ayaq dırnaqlarımı qarlı qoymur deyil, eli tutamam. Arasını sadı qaralır. Mən əlimi üstü tuta biləm, ayağımı qoylasın. Davanla. Az danıştım adamı kalpasım çıktı ağzından düştü. Benim ne bileyim aslında bir ağzından. Sağ ol. Çok sağ ol. Size WhatsApp'ta yazmışım. Size WhatsApp'ta yazmışım. İşte. Size ama WhatsApp'ta Yaz ya. Yaz. Başka gelende siz haber ediyorsunuz. Yaz ha. Ya, tamam. Yaz. Su da yiyiş. Kötü de usta. Ayağını aylar yok. İnci çevir çıkmışam. Ertesi prostum. Bak bekle. Karnım koymur ayağına herif yumağa. Başa düşün karnım eğilirəm dinine. Koymur da ya. Eğlenmirəm kardeş. Başa düşün eğlenmirəm. Koydum hamzadını tutsunlar. Şimdi koymur da karnım koymayan yerden atar zorla çatırmışım ha. Babasının şükür. Formu buyur. Bəli. Tamam Aybabos. Salam. Lütfen. Sağ olsun, necəsiz? Aybabos. Ha. Ben orasını da evde yapıp kapat götüreyim. Derseye gelsem ona bilir istem. Gəl. Necə yaşın var? Nuş olsun. Benli. 32. 32. Əylisən? Yok düze. Ne deyəm? Əyli demirəm, ay başı, əylisən deyirəm, əyli. Elimizin eğil kalmasa yesen değilsen yani eğilsen yok ayrılmışsan. Tərk eləsən? Hiç de gelebilir kadrogamda geçerlere. Yox, yemək gəlsiz elə. Ördek ne olar babus. Her defa sen görürün ördek tatlı soyuq almış. Ne olsun? Bak usta sizde kalır. Yox, canım, şeydə qalır, tualetdə qalır. Harada qalacaq? Bizdə qalır, Bakıdan gəl, harada qalsın?
Elə bizim orada qalır. Az yine az hoşum gelmedi. Az sen danışırım ben. Biraz. Biraz. Sen ne işin var benim evimde? Hayır. Peki. Niye ki? Almanya'da mazeret gelir. Artıq mən başa düşdüm sənə danışdınız. Mən telefonu qulağa atınca kimisə zəkə belə heç belə başa düşdüm sən. Bizim dedin özümdə işitdim. Ha? Buradan oradan ha? Yaşasın sevgisi. Ha. Ha. Oo, sesinin kalınlığı kardeş beni korkuttu. İncinin üstüne adı boy verdim. Uykan sesiydi öyle. Oo, neydi azok? Gördünüz azok sesini. İncim ağabey korktum. Babuş senden kalan kimdi? Fıstırıq Mələkənin oğlu Dadaşquludur. Odur məndən qalan. Nəydi sözün var idi? Yanlış mı? Sen sesini tanımam. Bəlkə kişidir. Bəli. Bəli. Sağ ol. Bilet versənsə? Mənim var. Ki? Mənim. Bu nasıl nömrəndir? Ya o vaxtdan beri belki bu var. Yine bu nömrəylə sən gelsin. Pes lan ha? Sonra Facebook'u sen bilet veri. Tamam, yerime. Hı. O. Şuna bak. Ha. Sonra hiç memnun olmam sebebe yazılıyor. Bildim yaklaşta yok. Sonra ben aşağı bakıyorum. Yaxşı. Yüzüncü. Tosun ben senin oyunu kabul edemem. Ne bak mabidine canavar atasın onu kabul ediyorsun. Dilende değişen ki reytingli adama blogerim. Allah maddelersen önce Tosun canlısı kalkır. Hediye alın ondan geldiler. Bir iki tane kız maziyafet başa saldı Allah'ın olsun. Dedi sen canın yüksek reytingler kızım. Tosu kim dedi? Ha, dedi canavar atın onu söyle. Sen önünde diğer onun canlısı kalkır. Tuz. Burada o şeyin üstünde.
Studiyum efendim. Şurada köşe gören diye. Ne olacak çasılı olan? Onun bir toxusunun qiyməti 700 manat deyil, 500 manat deyil. Mənə kimi sədərək toxular vurmuş. Eşitməmişdiniz PKV-ndə deyəndə, getdi toxusunu göstərdi. Qaşını yanırsan, nə bilirsən qaşını almışam. Alanda yanımdaydım. Yoxsa dedən gətir. Maqqaşı bircə alanda görmüşdün. Mənim qaşımın fasonu budur.